Rəqəmsal dövrün 3 anlayışı haqqında danışmaq istəyirəm. Bunlardan birincisi 2001-ci ildə Amerikalı təhsil mütəxəssisi Mark Prensky'nin ortaya atdığı bir termindir. O buna rəqəmsal yerlilər deyir. Rəqəmsal yerlilər, yəni bu texnologiyanın içinə doğulan, onunla böyüyən və yaşayan nəsli ifadə edir. Onlar üçün internet hava su kimi adi həyat gerçəkliyidir. 90-cı illərin axırlarında və sonrasında doğulan nəsildir bu. Onlar real həyat qədər virtual həyatı da vacib sayırlar. Həqiqi duyğular qədər emojiləri də sevirlər. Kitabxanadan çox Google-a müraciət edirlər. Sürəti vacib sayırlar. Astagəlliyə dözümsüzdürlər. Audio-vizual öyrənməni və bölüşməni çox sevirlər. Bunun əks qütbü ikinci terminimiz rəqəmsal mühacirlərdir. Texnologiya həyatına sonradan girən 80-ci illərdən əvvəl doğulanları ifadə edir bu termin. Onlar analog əsrin adamlarıdır. Rəqəmsal dünyada özlərini müəyyən mənada mühacir kimi hiss edirlər. Bura uyğunlaşmaqda çətinlik çəkirlər, amma istəyirlər. Mesaj yazmaq yox, zəng vurmağı xoşlayırlar. Elektron kitabı yox, klassik kitabın qoxusunu sevirlər. Onlar virtual dünyada analog ləhcə ilə danışırlar. Davranışlarında mühacirlərə məxsus bütün narahatlıqlar var. Üçüncü terminimiz isə rəqəmsal köçərilik, nomadizmdir. Onlar internet, Wi-Fi olan hər yeri ev və ya ofis sayırlar. Bu, yeni həyat tərzidir. Məkana bağlı olmamaq, lokasiyadan azad şəkildə işləmək və yaşamaq forması. Dünya sanki böyük bir ofisdir, divarların içinə sıxışıb qalmaq heç kimə lazım deyil və divarları aşmaq lazımdır. Özüm öz müdiriməm, onlar belə deyirlər. Onlar üçün minimal həyat şərtləri, yaxşı internet hər şeydən vacibdir. Daha çox Baliyə, Lissabona, Tiflisə, son illərdə İstanbula üst tuturlar. Şüarları isə belədir. Elə işləmək lazımdır ki, elə bil həmişə tətildəsən. Onlar üçün toksik, zəhərli olan hər cür bürokratik mühitdən uzaq yaşamaq və işləmək hər şeydən vacibdir.